Tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınan Valentina Vasilyeva ilə bağlı məlumatlar illərdir maraq doğurur. Guinness World Records-un qeydlərinə əsasən 1707-ci ildə anadan olub, 1782-ci ildə vəfat etdiyi bildirilən Valentina bu qeyri-adi göstərici ilə rekordçu kimi qəbul edilir. O, Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vasilyevin ilk həyat yoldaşı olub. Həmin dövrdə doğuşa nəzarət üsullarının olmaması və çoxuşaqlığın həm dini, həm də sosial baxımdan təşviq edilməsi ailələrin sayca böyük olmasına səbəb olurdu. Mənbələrə görə Valentina ömrü boyu 27 dəfə doğuş eləyib. O, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirərək ümumilikdə 69 uşağın anası olub. İlk baxışda inanılmaz kimi görünən bu faktın rəsmi sənədlərə əsaslandığı və Guinness Dünya Rekordları tərəfindən qeydiyyata alındığı bildirilir. Bu hadisə tarixdə ən maraqlı və müzakirə olunan rekordlardan biri kimi qiymətləndirilir.